Məhəbbət, bir də buna bax, Amerikada maşın almaq istəyirəm axı. Bir də bax, qəşəng etibarlı şirkət tapmışam. Dostlar, siz də Amerikadan avtomobil sifariş etmək istəyirsinizsə, gəlin sizi Amexline ilə tanış edim. Ay, neyini sən şirkət, əmoğluya pul verəcəyik, gedib gətirəcək dənə birinci əldinə, narahat olsan. Bir də bax da, axı elə bax. Dostlar, belələri sizdən hər variantla aldadıb pulunuzu alacaqlar. Siz işinizi möhkəm tutun. Hə, qadan qalam, sənə zad verir. Hə, əmoğluya deyəm, kəlləmədir. Bir dənə sən ölə gətirəcək. Sən ölə, imamzada haqqı. Dostlar, belə işlərə sən ölə zəmanət verilmir. Siz yaxınlaşırsınız Amexline-a, rəsmi qaydada müqavilənizi bağlayırsınız, rəsmi invoice-lə ödəniş edirsiniz, sonra oturub avtomobilin gəlişini gözləyirsiniz. Hətta sizin satışmayan pulunuzu Amexline sizə görə ödəyir. Avtomobil gəlincə isə Amexline pulu qaytarırsınız. Hə, mənim gülməyim gəlir belə şey. Hə, pulunu verəysən, əmoğlu gətirəcək, 5-dən düşdən də əlavə verərik, salafonik paketi qəşəng kukla kimi göndərəyələr. Buna bax, buna. O yandaşa denən ki, biz də avtomobili salafanlamaq, gətirmək, bax, hər şey ödənişə daxildir. Ona görə əlavə xərc tələb olunmur. Hə, boş söhbətdir, dana eləyir. Hə, belələrinə inanmaq olmur. Sənin kimi şabalıtlar deyil, cəmaatı alladır, pulunu alır, bir maşını 5 adama satırlar. Ged işlə məşğul ol. Amexline, avtomobiliniz üçün doğru və güvənli yol.